Howard Phillips Lovecraft ədəbiyyata, qorxu ədəbiyyatına daha doğrusu tamamilə yeni bir janr gətirir və bu janr kozmik horror adlanır. Kozmik horror Lovecrafta qədər də belə bir qorxu var idi, amma özəlliklə Cthulhu mifologiyasını, hansı ki Cthulhu'nun çağırışı adlı əsas ən məşhur Lovecraft'ın tanınmış hekayəsi var və bu hekayə əsasında da filmdə çəkilib. Yəni əsasən bu Cthulhu mifologiyasından tanınır Lovecraft. Lovecraft, birinci onu qeyd edeyim ki, özü də mənim kimi Edgar Poe'nun böyük heyranı olub və özü də deyir ki, mən ondan təsirlənmişəm, onun qorxu janrından təsirlənmişəm. Və özü də necə ki Edgar Poe də qorxu janrına, modern gotik qorxu janrının əsasını qoymuşdu. Özü də gotik janrdan əlaqəsiz, yəni tamamilə yeni bir janr yaradır. Lovecraft'ın qorxusu insanın ağlının anlam verə bilmədiyi, sərhədlərinin aşdığı bir qorxudur. Lovecraft'dakı qorxu kainatın xaricindən, yəni kainatdan bizim dünyamıza aid olmayan bir yaradıcı deyək. Əslində nə olduğu bilinmir. Bir əjdaha görünümlü ahtapot qarışığı bir varlıqdır. Yəni tanrı deyil, amma yaradıcı deyil, amma nə olduğu da yəni bilinmir. Tam olaraq ad verə bilmirik biz o qorxuya. Və Cthulhu mifologiyası da sırf Lovecraft'ın özünün yaratdığı bir mifologiyadır. Yəni bu qədim Yunan və yaxud da ki Roma və yaxud da ki Misir mifologiyalarından uyarlanılmış bir mifologiya deyil. Adam sırf sadəcə özündən belə bir mifoloji obraz yaradıb və əslində Cthulhu termininin də gətiribdi qorxu ədəbiyyatına, amma Cthulhu mifologiyasını, yəni termin kimi özü istifadə eləməyibdi. Onun dostu daha sonradan bu Cthulhu mifologiyasını termin olaraq ədəbiyyata daxil eləyibdi. Deməli, burada dediyim kimi biz məsələn Edgar Poe'nun qorxusunda qorxunun nə olduğunu bilirdik. Tutalım, Qara Pişikdə məsələn günahkarlıq psixologiyası, insanın daxili qorxusu və yaxud da ki insanın ölüm qorxusunu vururlar, niyə belə deyirəm, bilirdik. Və yaxud da ki vampir ədəbiyyatında anlayırdıq ki, insanların cahilliyi, insanların və yaxud da ki o dönəmdə elektriyin kəşfi, hər dəfə deyirəm vampir ədəbiyyatında, gotik ədəbiyyatda çox önəmlidir. Yəni o təbiətdə insanların elektrikin olmaması səbəbindən Mary Shelley'in də hansı ki Frankenstein'ı bu dönəmdə yazmışdı. İnsanların təxəyyülü ilə, cahilliyi ilə, din anlayışının güclü olması, dominant olması ilə əlaqəli idi və bunları bir məna verə bilirdik. Lovecraft'da isə biz bu kozmik, yəni kainata daxil olmayan, yəni hardan olduğunu aydınlaşdırmadığımız, bizim dünyaya aid olmadığı üçün bir ona ad verə bilmirik. Elə Lovecraft'ın hekayələrində də ən çox istifadə olunan söz qəribə sözüdür. Yəni davamlı olaraq bir nəyisə izah eləyəndə, bir dönüşümü izah eləyəndə, məsələn bir qəhrəmanın dönüşümünü izah eləyəndə qəribə deyir. Yəni pis və ya yaxşı demir. Və yaxud da ki Cthulhu anlayışına da yaxşı və yaxud da ki pis deyə bilmirik. Çünki o bizim insanın beyninin algılaya biləcəyi limitin xaricindədir. Biz onu algılaya bilmərik. Bunu nəyə bənzədə bilirəm? Məsələn, uşaq vaxtı deyəndə ki, biz nəyə görə Allahı görmürük? Bizə deyirdilər ki, çünki Allahı görsək, onun nurundan biz kör ola bilərik. Bizim və yaxud da ki, sərhədlərimiz yetərli deyil, limitlidir. Biz Allahı tam olaraq dərk edə bilmərik. Biraz buna bənzədirəm mən bu anlayışı. Çünki məsələn, agnostiklər də belə deyirlər ki, agnostisizm nədir? Ateist kimi Tanrını inkar eləmir, yaradıcını inkar eləmir və hətta ki deist kimi Tanrı vardır demir. Mən bilmirəm deyir. Yəni mənim beynimin sərhədlərini aşır. Mən bunu nə sübut eləyə bilərəm, nə də ki əksini deyə bilərəm. Yəni nə varlığını, nə də yoxluğunu sübut eləyə bilərəm. Ona görə bilinməzlikdir agnostisizm. Yəni o
bilinməzliyi, Tanrını dərk eləməyin bilinməz olduğunu deyir. Burada da bənzər, yəni əslində həm çox əlaqəsiz görünür, həm də biraz bənzətmə olaraq o bilinməzlik hissəsini mən bənzətmək istədim. Çünki yəni bu varlığı təsvir eləyəndə tutalım digər qorxulardakı kimi o qorxduğumuz şeylərin bir dualarla, dinlə, elmlə biz onlarla mübarizə aparırdıq ədəbiyyatda. Amma burada mübarizə apara bilmirik. Çünki bizim dünyamıza aid olan bir qorxu deyil Cthulhu. Hər hansısa metafordur. Metafor nədir? Hər hansısa yad bir cisimdir. Metafor düz dedim, əslində bir metafordur. Və Cthulhu haqqında da belə bir o izahda keçir ki, o yatıbdır. Yəni əslində dünya yarananda insanlar olmazdan öncə Cthulhu var idi. Sadəcə olaraq o yuxuya verilibdi, amma oyanacaq. Biz bu metaforlarla oxuyanda belə bir oxuma eləyə bilərik ki, insan öz unutduğu keçmişini, yəni atalarımıza məsəl üçün gedib belə deyim, öz genetikamızı yoxladanda hansısa qəbilələrə qədər gedib çıxır, o üzləşdiyimiz təkamülümüzü belə deyim, üzləşsək, biz o gerçəkliyi qəbul eləyə bilmərik, algılaya bilmirik. Bizim beynimiz yəni o gerçəklərlə üzləşə bilmir. Əslində hekayələrdə də, Lovecraft'ın hekayələrində də Cthulhu'nu görən insanlar ağıllarını itirirlər. Yəni dəli olurlar. Bu nəyə görədir? Bunun bənzətməsi insan, məsələn bizim toplumda da var, çox oxuyan insanlara dəli olmuş kimi deyirlər. Məsələn Nietzsche'də də bu var idi ki, Nietzsche də deyirdi ki, insan kütlədən ayrı fərd olaraq insanlardan o kütlədən fərqli olaraq bir şeyi araşdıranda, sorğulayanda, onun arxasınca gedəndə insan ağlını itirəcək qədər, yəni elm dalınca getmək insanı dəliliyə sürükləyə bilər. Və Lovecraft'ın hekayələrində də ya arxeoloqlar olur, ya elmi hansısa araşdırmalar olur. Məsəl üçün Cthulhu'nun öz mifologiyasında, çağırışında əmisi elm adamı olur. Əmisi öləndən sonra onun dəftəri tapılır və dəftərlərini oxuyurlar. Cthulhu haqqında orada məlumat görülür ki, əmisi əslində sonradan dəli olmuşdu. Və yaxud da ki, bu The Color Out filmin adı nə idi? Color Out of Space-də Uzayın rəngi filmində məsələn qadını görürdük ki, ana obrazını o varlığı rəng olaraq orada təsvir edilir. Onu görəndən sonra əslində ailənin bütün üzvləri dağılır, dəli olur və qəribə hərəkətlər edir. Məsələn, ilkin olaraq bizim anlamadığımız hissə qadın mətbəxdə kök doğrayanda barmaqlarını kəsir. Yəni bilgiyə yaxınlaşanda insanın və yaxud da ki gerçəklə üzləşəndə insanın onu o gerçəklərin insanı dəli eləməsi metaforu, belə deyək, belə oxuma olur. Yəni bizim məsələn Tanrı algısında da mənim də məntiqli hesab elədiyim belə bir yanaşma var ki, deistlərdə insanın indiyə kimi bütün mifologiyalarda və dinlərdəki Tanrı anlayışı insanın algıları ilə limitlənib. Yəni biz anlaya bildiyimiz qədər məna yüklürük. Məsələn, bütün Tanrı anlayışlarına baxanda insana aid xüsusiyyətlər görürük. Tanrıya yaraşdırdığımız, mənsub elədiyimiz xüsusiyyətlər bizim insan olaraq bizdə olan xüsusiyyətlərdir. Tanrı sevir, Tanrı əsəbləşir, intiqam alır, qisas günü gözləyir, cəzalandırır. Bunlar hamısı insani xüsusiyyətlərdir. Yəni buradan anlaya bilirik ki, bu anlayışlar özlüyündə insan beyninin məhsuludur. Yəni limitlidir. Çünki deistlərin çoxsu deyir ki, bizim algımızın xaricindədir. Biz onu varsa belə, beynimiz limitli olduğu üçün, hər şeyi algılaya bilmədiyi üçün biz onu algılaya bilmirik. Məsələn, Cthulhu mifologiyası belə bir şeydir. Cthulhu olan hər nədirsə, bizim dünyamızdan olmadığı üçün biz onun sadəcə qəribə deyə bilirik. Yəni bir yaxşı və ya pis belə deyə bilmirik. Çünki yaxşı və pis də bizim anlayışımızdır. İnsan beyninin məhsuludur. Biz o anlamları yükləyirik yaxşı və yaxud da ki pis olan şeyə. Amma o dediyim
Cthulhu heç bir sifəti yoxdur, heç bir sifətə aid deyil. Heç bir şeylə sadəcə qəribə dediyim kimi əsərlərdə, hekayələrdə çox istifadə olunan sözdür. Yəni daha çox Lovecraft'ın daha çox bu yaratdığı Cthulhu mifologiyası oyunları ilə məşhurdur. Hətta musiqiləri də var və dünyada ən çox oynanılan və çətin olan oyunlardandır. Hansı ki hekayədə keçən Cthulhu'nun oyunda nə olduğunu axtarırlar və onu tapmağa çalışırlar. Belə qəribə hekayələr baş verir və sən o hekayələri anlamalısan və s. Əsasən dediyim kimi oyunları ilə də məşhurdur və kitabları da türklər təbii ki tərcümə eləyiblər bir neçə hekayələrini və dediyim kimi 3-4 dənə də film olmalıdır onun Lovecraft'ın hekayələrinə çəkilmiş, uyğunlaşdırılmış filmləri var. Filmləri baxanda Lovecraft'ın o kozmik horrorunu anlamamışıqsa, filmləri bizə rəylərdə görmüşdüm. Çünki mənasız, yəni sıxıcı, boş, onsuz da ləng gedir film. Gələ bilir. Bunun da səbəbi dediyim kimi anlam verə bilmirik. Çünki filmə və yaxud da ki, hekayəyə necə anlam verə bilərik? Oradakı izlədiyimiz şeyi, Cthulhu'nun nə olduğunu bilmirik. Yazar özü də bilmir, yəni. Metafor olaraq dediyim kimi oxunması insanın o görmək istədiyin şey Cthulhu'nu görəndə nəyə görə insan ağlını itirir, qəribə hərəkətlər eləyir? Çünki ağlımızın sərhədlərini, limiti aşmış oluruq. Yəni necə ki elm adamlarına məsələn deyirlər çox oxumaqdan dəli olub və yaxud da ki filozoflara deyirlər çox oxumaqdan başı gedib. Yəni sərhədləri aşırsan, elmdə oxumaq da limiti keçəndə insanı dəliliyə aparır ki, bunu da Nietzsche'nin oxumalarından, lənətə gəlmiş kameram, görə bilərik. Yəni Lovecraft qorxu janrında kozmik horrorla yeni bir janr özlüyündə yaratmış bir adamdır və bu kainat, metafizik mövzuları, yad planetlər mövzusu maraqlı olanlar Lovecraft'ı düşünürəm ki, bizdə təbii ki yenə də oxunulmur və maraqlı deyil. Amma ki dünyada kifayət qədər Lovecraft'ın oxucuları var. Yəni qorxu janrına xüsusilə marağı olanlar Lovecraft'ı oxuyurlar və sizə də maraqlı olsa açıb ən azından filmlərinə baxa bilərsiniz.